ataya, anaya edilən yaxşılıq Allah yanında ən böyük əməllərdən biridir. Savabı, mükafatı, əcri böyükdür. Allaha yaxınlaşdıran ən böyük əməldir. Siz təsəvvür edin, Allah subhanahu və teala Quranda özünə ibadət edin deyəndən sonra valideyni deyir. Məsələn, va'budullaha və la tuşriku bihi şey'ə. Allaha ibadət edin, ona heç bir şey şərik qoşmayın. Sonra nə deyir? Və bil valideyni ihsənə. Valideynləriniz ilə gözəl davranın. Özünə ibadət edin, şərik qoşmayın. Sonra nə dedi? Valideynləriniz ilə gözəl davranın. Yaxud məsələn, digər ayədə və qada rabbuka ən la ta'budu illə iyyəhu və bil valideyni ihsənə. Rəbbiniz əmr etdi, buyurdu ki, ondan başqasına ibadət etməyin, yalnız ona ibadət edin və valideynlərinizlə gözəl davranın. Təsəvvür edin. Digər ayədə Allah subhanahu və teala buyurur, qul ta'aləv ətlu mə harrama aleykum rabbukum ən la tuşriku bihi şey'ə və bil valideyni ihsənə. De, gəlin sizə Allahın nəyi haram etdiyini oxuyum. Ona heç bir şey şərik qoşmayın və yenə valideynləriniz ilə gözəl davranın. Fikir verin, hamısı nədir? İbadətdən sonra Allah öz haqqından sonra valideynləri deyir.